Osmanlı bulağı, Aylı bulaq. Suyu şəffaf, göz yaşı kimi bərəkətli, uzun illiklərdir. Bu suların bu nimətdən kəndimizin sakinləri ən çətin anda bu suya pənah gətiriblər. Ətrafında da dərman bitkilərindən biri, bulaq otu deyirik buna. Çox gözəl. Çox gözəl və maraqlı bir tamı var. Uşaqlıqda bundan sevə-sevə yeyərdik. Biraz da vəzəriyə bənzədərdik. Uzun illərdən sonra ilk dəfə Cavid qağam məni gətirdi bu neməti, xatirələri də çözələdik və bu gözəl nemətin dadına baxacaq indi. Əladır. İçəridə göyərtinin dəstəsi 5-6 dənə belə də nazik bir göyərti qoyub 20 qəpiyə, qışda lap belə baha olur. Biraz da tərxun dadı tamı var bunda. Görürsünüz. Havayı. Pulsuz, parasız. Buyurun, gəlin, nuş olsun. Maşallah, hər bir otu, hər bir bitkisi dərmandır. Havası da, suyu da. Bərəkətli olsun. Örtgen kolluları, alça. Yabani şəkildə bitmiş. Nimət. Uşaqlığının keçdiyi. Bu da qalğan deyirik buna. Ayrı-ayrı adlar da var. Onun da özəyi bir başqadır. Bu da yeməli bitkilərdəndir. Adını xatırlamıram. Əvəlik. Bu da əvəlik. Doğuğa üçün əla bir bitkidir, göyərtidir. Xüsusilə də qışda azca bir nasazlıq hiss eləyəndə əvəliyin doğğası bütün antibiotikləri, bütün vitaminləri az qala əvəzləyir. Bunu qurudub satırlar ayrı-ayrı yerlərdə. Amma indi gördüyünüz kimi hər yer bax belə əvəliyin dolu. Birazdan aprel-may ayında buralar cənnət olacaq. Salam, gözəl balalar. Nurayımız və Gülayımız. Aylı bulağımızın suyunda göstərəm. Gördüyünüz kimi saman. Samanın əksi düşür və elə ayın şəkli çox güman ki düşəndə bu şəffaf suya adını qoyublar Aylı bulaq. Vaxtilə Mirsəyin əmi bu bulağı kəşf eləyib, burada bir kəhriz düzəltmişdi, tikmişdi. Allah canı sağ eləsin. Sonradan kənd cəmaatı yığışıb icra nümayəndəsi ilə bir yerdə Məhəmməd müəllim, digərləri və bir daha etibarlı, geniş su tutumu olan bir yer hazırladılar. Xeyirdə, Allah uzaq alsın, şərdə insanlara çox böyük kömək olur. Hətta ətraf kəndlərin sakinləri də bəzən atla, ulaqla, maşınla gəlib bu bol sulu çeşmədən apardılar istifadə üçün. Çox yüngül suyu var. İçməklə doymaq olmur, necə deyərlər. Qonaqlarımızın yolunu gözləyirik.